Hər kəsə salam. Aha. Mən İsmail, Məhəmməd və Həsən. Bugünkü mövzumuz bilmirik hələ ki nədir, amma Crunchların sponsorluğu ilə başlayırıq. Hələ ki sponsor tapmamışıq. Sponsor mövqeyimiz hələ boşdur. Bugünkü dəyərli qonağımız Həsən. Bəli. Tatu master. Tatu industriyasında, yəni deyərdim, Tanınmış biznes tərəfində daha Biznesmen. bəli, Tatu biznesmeni. bugünkü mövzumuz çox maraqlı olacaq həqiqətən. Bir sual Həsənə vermək istəyirik. Mövzunu videonun yarısında deyəcəyik. Hamıya maraqlı gəlsin. Ama mevzu nereden gelir hepimiz. Həsən, müştərilərdən danış biraz. Ne bileyim, neyle? Tam olaraq müştərilər, misal üçün, neçə sinifə bölürsən müştərilər? Təxminən 3. 3. İbtidaisini. Ortasını bir de ali məktəb. Abilər bizə maraqlıdır. Hə. Yəni 3 sinifə bölürəm. 3 sinif böldükdə məsəl üçün biraz nəsə deyək. Kasıb. Kasıb yox, elmi düşüncəsi zəif olan insanlar var. Komplekssiz insanlar var. Yəni Kompleksiz. hə də yəni nəsə təkliflər gəlir də indi hamımız özünüz bildiniz nə demək istədim. Bəzi təkliflər gəlir. Qız oğlan fərqi yoxdur. Yəni cinsə ayrımçılıq eləməyək. Bəli. Bir də var elit. Elit Bizim sevdiyimiz müştərilər. bahalı. Pul verən müştərilər. Keçən videoda İsmail demiş ki, Hə. pul verən müştərilər. Pul verən müştərilər bizim ürəyimiz. Bəli. Salamlayın onu. Hamısını salamlayıram, pul verəni də, verməyəni də. İsmail bəy, necə oldu bu taç sferasına gəldiniz? Ay mən başıma Mən bu iş sferaya gələn yerdə başıma. İndi gül kimi indi hansısa bir Bravo'da Bravo'da kasır işləməsəydim reklam olmaz. Hansısa bir Yəni hardasa bir vəzifəli bir yerdə oturub işləyirdim də gül kimi. Yəni İnanıram sənə. pula pul demirdim. Nə deyirdim bəs bu? Pul. Ad qoymuşdum da, əl çəkirdim. Nə sayəsində işləmək istəyirəm tat olmasaydı? Tatı olmasaydı nə sayəsində işləyərdim? Biraz sərbəst oldu, rahat. Rahat ol, Nə hə, bilim. düzdür. Bəlkə də Milyonların qarşısına çıxırıq. Hal-hazırda balaca bir kütləmiz var, o kütləyə çalışırıq. tat sayəsində işləməsəydim çox güman ki. Amma özüm də elektrikli oxumuşam da. Onu bilirəm. Ola bilər, yəni ola Üçüncü bilər. də zarafatsız, yəni 3-cü dərəcəli elektrik diplomum da var, yatır evdə. Həsən, həqiqətən yəni tam səmimi soruşmaq istəyirəm. Yəni bu tatu sahəsinə gəlməyində indi maddiyyatı başa düşdüm. Hər kəs çalışır, çox qazansın. Bu normal bir şeydir. Yəni tam olaraq sənə nə cəlb elədi tatuda? Yəni tatu sferası. O vaxtı yoxsa Ümumiyyətlə elə o vaxtdan götürəndə. Yəni o vaxtı düşüncə tərzim bu dərsdə deyildi axı. O vaxtda həvəs var idi. Öyrənmə həvəs, tam pul olaraq o qədər də çünki 15 yaşım var idi mənim onda. 15 yaşında nə pul o deyil də, yəni düşüncəmdə pul yox, tanınmaq, nə bilim, bəlkə də qızlar falan, yəni o tam düşüncəsindən. olaraq səni belə deyim də məşhurlaşmaq kimi bir Nə də elə bir şey, amma ulduz xəstəliyi. bir müddət buraxdım, sonra təzədən başlayanda o məqsəd pul qazanmaq deyildi də, məqsəd sevdiyim işlə məşğul olmaq. Ən önəmlisi həqiqətən insan gərək sevdiyi işi görsün. Sevdiyin iş çünki iş sayılmır da, o sənin həyat tərzindir. Hə. Sevdiyin işlə məşğul olanda həqiqətən uğur 100%. Məcbur gedib hansısa ofisdə oturub aya 1500-2000 qazanmaqdansa elə Zaten bizim qazanırdım. sahə daha çox verir. Yəni bu sahədən əvvəl də zaten qazanırdım. İndi şəxsən tanıyanlar bilir nə işlər Mən görmüşəm. hardasa bir dəfə. Yəni qazanırdım. Pul deyildi məqsəd. Yəni inkişaf elətdirmək idi, belə rahatçılıq idi bəlkə də. Bu sahədə insan daha çox insanlarla sosiallaşır, daha fərqli insanlar görürsən, yəni ki, onlarla Həm uzun fərqli uzun yanaşman danışmalar. olur. Həm fərqli yanaşman başqa cür olur. Dünya baxışın dəyişir. Hə. Bir rahatçılığın var. Məsələn, sənə kimsə gəlib qıraqdan sıxmır, incitmir. Nə bilim, belə çox Öz işi, öz müdürü olursan, amma tək onunla da qurtarmır. Misal üçün, öz işini gəlib özün tənzimləyə bilirsən, yoxsa arenda gələndə. Sabahlarım dostlar, arayındandı. Görün nə harsınız. Həqiqətən, misal üçün, tapırıq olur ki, 2 gün dalmadal, nə bilim, 500, 600, 800 belə işləyir və onu elə 2-3 gün ərzində də xərcləyir, sonra
müəyyən rasxodlu materiallar, vergisi və arenda gələndə görürsən həmən ərəfədə nə bilim 3 gün, 5 gün iş yoxdur və sən o arendanı və ödənişləri verəməsən, həqiqətən sıxılır yaşa. Ona görə gəlirlər gələndə onları Onda nə başdan edirik? hesablayıb faiz Yox, verəsən. bildim. Yox, indi o bildikdə. Çox Bəzən düşünmədən bəzi olur ki, hamımızda olur. Bir şeylər eləyirik, çox sıxıntılar Biz düşür. Onda nə edirik? çalışırıq. Onda nə edirik? Gedirik məsələn o video çəkdiyimiz iPad-i qoyuruq lambada. Ya da 50% endirim. 50% ha, endi. Sizlərə 50% endirim təklif edirik çox qısa bir müddətdə. Təsir edir əslən 50%. Valla mən bir dəfə paylaşdım, səhifəm spama düşdü deyə paylaşmıram. Mən endirim bəzən baxır da, hə, bəzən danışıqdan da çox şey asılıdır. Bir gündən 400 manata işlədiyim işi bir həftə sonra bir başqasına həmin işi 200 manata da eləyə bilər. Hə, düz. Danışıqdan çox, yəni heç endirim adı altında getmir, amma belə öz aramızda endirim də eləyə bilərəm. O işte, yox, biri var misal deyim də, 250 manatdır, sən 220 manat deyirsən, endirim edirsən. Biri də var ki, 50% endirim. Hə, yəni belə bir çıxmasın damara baxıb qanamsında adamın. Ya, tam da yox. Misal üçün hər yerdə olduğu kimi, yəni turist sektorunda daha yüksək qiymətlərdir. Çünki həqiqətən Adam pul xərcləməyə gəldi də bu. o faktor öz yerində qalır. Qalsın Amma reklam. həqiqətən dünya üzrə götürsək, bir neçə ölkə sahiblərinin içində Azərbaycan var ki, yəni faktor qiymətləri həqiqətən çox aşağıdır. Yəni kimə maraqlıdırsa baxa bilər, yəni araşdıra bilər ki, Bəli. yəni maşınka açılışı sadəcə Rusiyada yəni maşınka açılışı söhbət paytaxt şəhərlərdən gedir və yəni Sibirdə falan kimsə ucuz eləyə bilər. Yəni müştəri kütləsinə görə. Amma biz mərkəzdə yerləşirik deyə, yəni mərkəz hesabı ilə götürsək Azərbaycanda Ustanın əl işinin də söhbəti var da, onun da rol oynayır. Məsələn, elə usta var ki, məsələn, təbii olaraq sən Moskvanın mərkəzində işləyirsən. Sən pis işləyə bilməzsən. Sən yəni misal olaraq bilirəm də, yəni misal olaraq deyirəm. Yəni əlbəttə ki, pis işləyə bilməz. Sırada mərkəzə düşürsənsə, mərkəzdə olanda sən göz qabağında olursan. Məsəl üçün sən tamamlasın. Ustanın əl işinin də stilinin də söhbəti var. Məsələn, usta var ki, tutaq ki, maşınka açsın 10.000 rubl açırsa, usta var ki 50.000 rubl açır. O demək deyil ki, həmin 10.000 rubl açsan usta qiymətə həqiqətən təsir edən bir hər kəs öz stilinə, öz işinə özü qiymət verir. Ustanın reytinqidir, qiymətə təsir edən bir şey var. Ustanın reytinqidir, bir də ki, gördüyü iş stilidir. Məsəl üçün, sadə ağ-qara işlər, yəni dotwork falan belə, xırda treble'lar falan, bunlar daha münasib olur. Amma 3D realistika, yəni hər hansı bir belə ağır janrda olan tatular, yəni təbii ki, çox baha olur, seansla olur. Amma bizdə seans prinsipi deyəsən yoxdur da. O qədər də yoxdur. Biz işə pul deyirik, seansa pul demirik. Misal üçün, mən çox fikir vermişəm, xarici... Biz işə pul dedikdən sonra bölürük seanslara. Hə, xaricdə, misal üçün, işə baxır, deyir, bunu 5 seansa eləyərəm və seansa qiymət deyir. Amma qiyməti hesablayanda bizdən hardasa bir 3 dəfə çox olur baha. Misal üçün, bizim 1500 manata dediyimiz işi Rusiyada 6000 manat, 7000 manata görürlər, bəlkə də çox. Yəni, real var belə bir şey. Hə də bu iş çünki ustanın görəcəyi işin, nə qədər usta yorulursa, onun iş verimliliyi də azalır. O da nəzərə alınmalı. Tutaq ki, bir adam 3 saat, 4 saat eyni bir nöqtədə işləyir, bir ərazi tutaq ki, işləyəcəyi yeri iş görəcəksə, bunun gücü də tutaraq, bunun diqqəti də, gözü də ağrıyır, hər şey təsir göstərir. İş uzandıqca, belə tutmasın, sənin görəcəyin, tutaq ki, 3 saatı bir işi görəcəkdinsə, sən istəyirsənsə, böyük bir səni görürsən, o da düşür aşağı. Tamamilə razıyım, orası aydın məsələ. Ona görə seanslara bölmək daha rahatdır. Sən ustalar da var, yəni yavaş işləyir. Əsas mövzu nədir? Əsas odur ki, iş nəticədə qəşəng olsun. Yəni, gec işləmək, tez işləmək bu faktdır, yəni boş şeydir. Ağlı başında olan, sənətdən anlayışı olan adam başa düşür ki, yəni bu əl sənətidirsə, gec olsa da qorxusu yox. Tələsi ola bilər, balaca bir yazı falan, okey. Bəli. Montaj eləyək. Mən deyəsəm reklama qalxar. Bəli, Azərbaycan qavrab ustası. Bugünkü günümüzdə qavrab ustamız Riyan bəy. Bəli, ənkə ustalardandır, həqiqətən. Çoxsu tanıyır. Tanıyan tanıyır, tanımayandakı Tanımalı. özünə küssün. Seni istiyorum. Tık diğerlerden başlayalım.
Video əvvəlində dedim ki, mən istəyirəm mövzunun nə olduğunu videonun yarısında deyəm. Mən istəyirəm bu mövzunu həqiqətən biz həsr eləyək tatunun və bizim işin biznes tərəfinə və biznesə həqiqətən yaxın olan bir insan. Ona görə qonağımızdır. Bugünkü mövzumuzda tatunun biznes tərəfləridir. Həsən, buyur. Azərbaycanda belə bir deyim var. Biznes sirlərimizi vermə. Yox, biznes sirlərini vermirəm. Sadəcə Azərbaycanda belə bir deyim var. Fərqi yoxdur. Hansı sahədə işləyirsən işlə. Məsələn, fərqləsən və yaxud nə bilim hansısa bir şirkətdə deyək ki, bir vəzifəyə sahibsən, avtomatik ətrafımızdakı olan insanlar nə qədər qazanırsan? Hə, şablon sor. Yəni deyən yox da, nə qədər əziyyət çəkirsən, necədir iş, rahatdırmı, çətindir? Fərqi yoxdur. İstər yaxınlarımız, istər tanışlarımız, istər belə dost, tanış dediklərimiz insanlar. Hamısı bir kəlmə ilə deyir, nə qədər qazanırsan? Tatudan məsələn qazancı tutanda, yəni ayva sən işləyə bilərsən, 10.000 də işləyə bilərsən, 1000 manat da işləyə bilərsən. Sən marketinqdən asılıdır. Sən bugünkü gündə nələrsə yatırım eləyirsənsə, onun təbii ki, qarşılığını alacaqsan. Şərt burada reklamdan getmir. Şərt bugünkü gündə öz inkişafın üçündür, öz belə götürək də işlətdiyin materiallar üçündür. İnsana üçündür. görə dəyişir. Yəni bu günlər mən belə başa düşürəm. Adətən Azərbaycanda belədir, qınamıram, sadəcə xoş gəlimli bir şey deyil mənim üçün. Məsələn, tutalım da, nə olur olsun, bu qiyməti salmalı deyilsən. Əli kimi pis olsa da, yaxşı da O olsa bizim da. yaralayır bizdə, həqiqətən. Yəni, mən tatu sferasında da öyrənsən, onu özün başa düşsən. məsələn, bir yuvarlaq götürək, 200 manata dediyim bir işi, mənim timsalımda kimsə ya 180 manat, 150 manat deməlidir. Və yaxud 250 manat, 300 manat deməlidir. Başa düşdün? Düşüncə fərqi var. Bizim cəmaət fikirləşir ki, bu ümumiyyətlə bizim regionda da var elə bir şey. Yəni şiddətli endirim tələb eləmək kimi bir xəssiyyət var. Har olur olsun. Adını da qoyublar müsəlman sünnətidir. Yox. Adı da budur. Alverin də yəni həqiqətən öz yeri var. Mən belə fikirləşirəm. Məsələn, auksion olanda alver Alver bizim qanımızda var, evet. Yəni yox, qanunda var, mən razıyam. Biz Misal üçün alver eləmək. Misal üçün maşın bazarına gedibsən, alver eləyə bilərsən. Maşının qiymətini sən aşağı salmaq istəyirsən, o da baha satmaq istəyir. Orada alveri mən başa düşürəm. Orada çox mükəmməl bir makreli eləməlisən, alveri yəni xeyrinlə çıxmalısan da. Amma sənəti necə endirim tələb edirlər, mənə biraz çatır. Ya indi hər kəs öz büdcəsini, hər nə istəyir ki, ucuz olsun, yaxşı olsun. Sadəcə bəzən elə olur ki, Elə bir sən ustasan, sözünü kəsirəm. Sən gəlsən iş görməyə. Bu işi sən fiziki görəcəksən də, əl sənətini qatacaqsan. Mən səni biraz narazı görsəm, sən də biraz narazı işləyib və nəticə də biraz narazılıq nəticəsi ilə çıxacaq ortaya. Yəni belə bir şeyləri məncə nəzərə almaq lazım. ya bildim. Sadəcə indi nə olur olsun, mən onun tərəfdarıyam ki, 5 manat da olsa, 500 manat da olsa verilən iş qaydasında olsun, görsün. Çünki ad altında gedir də bu. Mən bir dənə də yandıran tərəf oldu. Yəni ad altında gedir. Sən götür. Yəni o işi elə görməlisən ki, və mən elə görürəm şəxsən. Yəni misal üçün mən Həsən üçün tatu edirəmsə, Həsən təbii ki bir adam 24 saatda yoxsa 2 gün ərzində bir məlumatı minimum 60 nəfərə ötürə bilir. Yəni o mövzunu danışır, izah edir. Ona görə yəni bir tatunu minimum gündə 15-20 nəfər görə bilər də. Yəni danışar, ətrafına, dostuna tanışır və o iş qəşəng nəticə verdisə, o mənim böyük bir reklamım sayılır. Məncə bunu verdiyi pula baxmayaraq işimi elə görməliyəm ki, bundan da müştəri gəlsin və mən deyərdim sizə sosialdan çox belə mən müştəri qazanıram. Yəni müştəri gətirir prinsipi ilə. Çox zəncirli dəqiqə. Ən azından o da gətirməsə belə onun öz adın varsa ortada, yəni burada da iki amil var da. Ya yaxşıdır, ya pis. İndi pisi pis kimi reaksiya verirlər, yaxşı və yaxşı kimi. Ola bilməz ki, bunun ətrafında Bağışlarımız yazılır. Yemek şimdi. yemək şimdi deyil. Bəli, bu bizim kuryerimiz idi. Yox, qardaş, o bir sota yaxınlar. Mən uşaqlar, biznes tərəfinə demək olar biraz yaxınlaşdıq. Amma sənin yoran müştərilərdən nə oldu? Hə. Ay mama öldüm müştərisi. Nə eləməsinlər sənə yəni tatı müraciət edəndə nələr olmasın, hansı suallar verilməsin? Ən azı Tatuировки yəni yoracaq, qızıqlandıracaq suallar hansılardır?
Bir dənə mənə hamını qıcıqlandıran suallar O, var. təbii. Verirlər. Vay, bəh. Bir də görsən biri də yazır ki, tanımır, gecə saat 2-dir, 3-dür, biri görsən zəng eləyir. Bu adam yatır bəlkə, Danışmaq istəyir, səsini Hə. eşitmək istəyir. zəng eləyir. 2 dəfə ad boy verirsən, təzədən zəng eləyir. Götürüb WhatsApp-a təzədən yazır, təzədən zəng eləyir. Axırda açırsan, deyirsən, nə olub, nə məsələdir qardaş? Dərdin Tatu nədir? eləmək istəyirəm qardaş. Demək indi bu dəqiqə mən durub yorğan döşəkdən çıxıb gəlib səni tatu eləyəcəm. Yox, siz 24 saat işləmirsiniz ki, 24 saat robot işləmir, mən nə işləyirəm? Və o qədər olub ki, bir dəfə də belə bir özün görmüşdün də bir nənə gəlmişdi. Bəli. Tatu elədim onun üçün. Axırda çıxdı. 60-70 Salamlayırıq. Gecə saat 3-də mənə zəng edir. Gecə saat 3-də mən də Mənə də atılmışam. enerjiya baxır. Gecə saat 3-də mənə zəng edir. Mən də götürdüm, advoy verdim. Təzədən zəng elədi. Yazdı bas. Salam bağışlayın, narahat edirəm. Mən tatu eləmək istəyirəm. Sabah gələrsiniz də. İndi mən yatıram. Olur, belə şeylər çox olur. Hələ bir tam sağalıb. Sənin hazırlıqsız İsmail. Yanığı yoxdur danışmağa. Canlıda İsmail'e bırakacaklar. Sonra devam edelim. Nə zaman? Yadımdan çıxıb belə çox şeylər. Ya sən bir yorulursun. Ben O de bayramda devam değilim. edelim kardeş. Əziz izləyicilər. Hansı mövzuları toxunmamı istəyirsiniz deyin toxunun. Yox, sən yaxşı danışdın, həqiqətən maraqlı mövzu oldu. Yəni sənin biznesə yanaşman, yəni Tatuda sırf biznes tərəfini necə deyirlər, Kardeş, izah eləmən. ne olur olsun yani işin bacarığını dəyərləndirin. Fərqi Təbii yox. ki, Mən və yaxud qeyriz. Zaten anlayışı olan insanlar dəyərləndirir. gəldən heç başım çıxmır. Dost, beyindən düşüb biləm sabaha Tatu edim. Araşdırmadan eləmədən gəldən bir Tatu çıxarıram. Təbii ki, qiymət tərəzi qoyuram da qalma. Yox, indi bir nəfər başqa bir şey, bir nəfərlə kontaktda keçsən, okey, məsələn, mən bu günlə tatu eləyirəm, yazıram İsmail bəyə ki, mən bu günlə bu tatunu istəyirəm. O da deyir ki, məsələn, 100 manat, mən okey verirəm, bəhləşirəm və vaxt təyin O edirəm, başqa gəlirəm. məsələ. Belə var ki, məsələn, həmin şəxs sual verir ki, mənə bu tatunu 50 manata demişdi. Kimisə. O da araşdırmaq Kimisə istəyir ki, burada 200 qiymət manata fərqi deyib. nədir? Qiymət fərqi onu araşdırmır. Heç çox adam Onu araşdırmaq araşdırmır. elə ondan ibarətdir ki, bir neçə səfərdən eyni işin qiymətini öyrənir və avtomatik olaraq birinə yazır ki, mən bunu misal üçün 200 manat deyirsən, mən bunu 70 manata danışmışam axı, mənə niyə belə baha deyirsən? Sən də ona prosedur izah edirsən, o da gedir fikirləşir. Görsün hələ bunun üçün hansı uyğun. Təbii ki, onlar başı, yəni mövzudan anlayışı olan adam başa düşür ki, burada qiymət fərqi nəyə görə ola bilər. Hə, endirim 100%. edirsənsə o başqa mövzu. Amma yəni, bu boyda qiymət fərqində həqiqətən əl işi fərqi var. Nə bilim, ən əsas şeylərdən biri məsələn, sənə yazır səhifədə talımda, sən deyirsən yenə dediyim kimi 100 manat, marketinq tərəfdə var. Ola bilər ki, səndən daha çox sosiallaşır bir insan, bu eyni sahədə işləyirsə. Üzr istəyirəm. Eyni sahədə işləyirsiniz, məsələn, yazıb sənə. Yazıb ki, bu tatu neçədir? Yazmısan 100 manat, mən yazmışam məsələn 120 manat. Deyək ki, sənin reklamın məndən çox üstündə. TikTokda mı, Instagramda mı? Adətən TikTokda olur, Instagramda olmur. TikTokda da filankəs mənə heç 100 manat demişdi, mən onun yanına getmədim. Sən niyə 80 manat deyirsən və yaxud 120 manat deyirsən və s. Yəni o tanınmış şəxs ola bilər sənin üçün. Onun əl işi də sənin üçün və yaxud kimlərsə üçün əla ola bilər. Amma mənim bugünkü gündə əl işim budur və qiymətini mən təyin edirəm. Budur. Endirim istəyərsən o başqa bir şey, müzakirə eləyərik, danışarıq. Amma belə insanlar üçün, yəni ümumiyyətlə müştəri kütləsi üçün hər suala uyğun bir standart cavab düzəltmək lazımdır, mən belə fikirləşirəm. O yazan kimi sən ona o teksti hazır atırsan ki, budur sənin cavabın. Ekstra sual verərsə, yəni o sualın cavabında qısa konkret ona izah eləməlisən. İndi düşün ki, Mən də elə eləyirəm. Məsələn, biri yazır ki, o qiyməti deyirəm, ölçünü, biçini hara olacaq deyir. Ya çox bahadır. Mən də avtomatik bir dənə tekstim var, promoya atıram. Yazıb atıram ki,
Siz daha bahalarına layiqsiniz, amma sizin əlinizdən bu gəlir. Atıram sizə. O gəlir. Qəşəng cavablar. O gəlir. Siz daha bahalarına layiqsiniz, amma neynə əlinizdən bu gəlir. Uşaqlar, videonu istəyirəm sonlandıram. Hər Məncə kəsdən də. kanalımıza abunə olun. Videomuza like Və etməyi şak. gözləyirik. Dəstək gözləyirik. Ya sən də sağ ol. Gəl bura. Var yox. Qalx. Vəsə bax bura. Ora bax.